bütün dövrlər yaşadıq. Biz keşməkeşli həyat yaşadıq. Biz mühitlərin dəyişməsini gördük. Biz müstəqillik yaşadıq. Bir dövrdən digər dövrə keçid aldıq. Yəni bu keçidlərin hər birində ən çox güc incəsənət adamlarına düşür. Niyə? Çünki onlar daha çox məhrumiyyətlər yaşayırlar. Daha çox maddi cəhətdən çətinliklər yaşadılar bu dövrlərdə. O böyük əksəriyyət buna dözmədi, ayrıldı bu sənətdən, başqa bir sahəyə getdi. Amma bütün bunları keçib, dözüb, gəlib müəyyən bir mövqedə qalmağın özü bir qəhrəmanlıqdır. Və siz o stabil, düz xətti, o bütün dövrlərdə necə qoruyub saxlaya bildiniz? Hansı xüsusiyyətinizə görə onu saxladınız? Əvvəla insan ictimaiyyətdə, cəmiyyətdə əgər sən varsansa, xalq səni görürsə, sən özündə bir məsuliyyət hiss edəməksin. Ki, sənin adına söz deyilməsin, sən başqa cür xalq səni görməsin. Xalq səni sevir, istəyir, sən də başqa cür olasan, bu biraz bağışlanılmaz